qəzalı vəziyyətdə olan evi təmir etdirir, digərləri isə mənzilin əşyalarını alırlar. Şəhid ailəsinin evini təmir etdirmək üçün bir neçə nəfər əsl vətəndaş mövqeyi ortaya qoyur. Şəhid İsmail Şərbətovun həyat yoldaşı Safura Şərbətova övladları və nəvələri ilə birgə Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində hər an uçma təhlükəsi olan bu mənzildə yaşayırdı. Ancaq tanımadığı xeyirxah insanların köməyindən sonra onun qəzalı vəziyyətdə olan evi təmir edilir. Emin Tarverdiyev şəhid ailəsinin qəzalı vəziyyətdə olan evdə yaşaması ilə bağlı məlumat əldə etdikdən sonra sosial şəbəkələrdə status paylaşıb. Bundan sonra bir nəfər onunla əlaqə saxlayaraq adını hallandırmamaq şərti ilə Safura Şərbətovanın mənzilini təmir edəcəyini bildirir və bu məqsədlə 5000 manatdan çox pul xərcləyir. Safura xanımına dedim ki, icazə versənsə mən bu evi təmir etdirməyə bir kampaniya başladım. Həqiqətən evinin durumu yaxşı bir vəziyyətdə deyildi. Sosial şəbəkədə ilk olaraq çağırışlar elədim və dəstək gəldi. Bir nəfər mənimlə əlaqə saxladı ki, bəs həmin xanımın evinin mal materialının xərcini, bütün təmir xərcini mən öz üzərimə götürürəm, nə lazımdırsa. Sadəcə bu işin üzərində durmaq lazımdır. Safura xanım, neçə ildir bu mənzildə yaşayırsınız və əvvəlki vəziyyət necə idi? Yəni bir fərq varmı indi? Torpağın içində idim, qum içində yaşayırdım. Başıma torpaq tökülürdü, evim yatırdı, krişalar yox idi. Göydə Allah, yerdə də bir Allah bəndəsi gəlib. Hər bir şeyi remont eləyir, Allah canlarını sağ eləsin. Sosial şəbəkələrdə elan paylaşıldıqdan sonra şəhid ailəsinin evinin təmiri üçün dəstək verənlərin sayı artıb. Mən də sosial şəbəkələrdə gördüm bunu. Bu işi dedim ki, mən də gəlim, gücümüz çatan bütün işlərə kömək eləyək. Palçığın qatışdırılmasıdır, əşyaların daşınmasıdır. Yəni pulumuz çatmasa da gücümüz, imkanımız nəyə çatır onu eləyək. Təşkilatçı Emin Tarverdiyev deyir ki, evin təmiri ilə yanaşı mənzilin içərisində bir çox əşyanın alınması üçün də köməklik edənlər var. Bir şirkət buranın mətbəx mebelini öz üzərinə götürdü. Bir dostumuzun kollektivi belə deyək ki, xanım üçün bir çarpayı və dəyirmi divanı öz üzərinə götürdü. Qalan aldığımız hər şey isə dostlar iyanə şəklində bizə çatdırırdılar ki, alın. Mənim evimə paltaryan maşını, yoğun döşək, qab qaşıq, qəşəng qaz peşi, indi bir gətirirlər sabahları kuxuna mebeli, görmədiklərim, qəşəng cüt kravatlar. Da nə desən, evə nə lazımdır çalır, görürəm, sevinirəm. Qeyd edək ki, İsmail Şərbətov 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.